Şükür Allah'a, hər şey yaxşıdır. Dədə-baba yurdumuza gəlmişik. Bugünkü günə şükür. Allah prezidentimizin canını sağ eləsin. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı. Ev, istiliyi, suyu, hamısı, təbiəti gözəl. Hər bir şəraitdə var. Hava gəzər. Hər bir şeylə təmin ediblər. Çox qəşəng. Xoşun gəlirmi Nura? Parka getmişdin. Çox şükür ki, təsərrüfatımızı da qurmuşuq. Maşallah olsun. Allah prezidentimizə yenə də can sağlığı versin ki, bizə bu şəraiti yaradıbdı. Həsəniz kəndinin sakini, şadam ki, doğma vətənimizə qayıtmışıq. Burada hər bir şəraitlə təmin olunubdur və şadam ki, bütün kəndin sakinləri hamısı bura yığılır. İşğaldan azad edilmiş torpaqlarımızda aparılan yenidən qurma, bərpa tikinti işləri Ağdərə rayonunun Həsənriz kəndində də sürətlə həyata keçirilir. Artıq kəndə böyük qayıdış dövlət proqramı çərçivəsində xeyli ailə köç edibdir. Bugün Həsənrizdə 70 ailə məskunlaşıbdır. Bundan sonra da köç prosesi davam etdiriləcək. Həsənrizdə köç edən insanların həyat şəraitini yaxşılaşdırmaq üçün kənddə bütün sosial infrastruktur, kommunal xidmətlər yenidən qurulubdur. Kənd 24 saat fasiləsiz olaraq elektrik enerjisi, içməli su və təbii qazla da təmin olunub. Tərtərdə yaşayırdım əvvəllər, indi də gəlmişik Həsənrizə. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, Allah prezidentimizin canı sağ eləsin. Torpaqlarımızı alıbdır, işğaldan azad edib. Biz də ki, gəlmişik dədə-baba yurdumuza, özümüz üçün həyatımızda, təsərrüfatımıza yer düzəldirik.